Elə isə Allaha, onun elçisinə və nazil etdiyimiz nura iman gətirin. Allah nə etdiklərinizdən xəbərdardır. O gün Allah sizi toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar.